Əziz izləyicilər, sizi Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Allah həmd olsun, sual-cavab məclislərimiz yenə davam edir. Həmişə olduğu kimi bəzi suallar var. İnşallah Amid əmi öyrəndirəcəyik. Amid əmi, xoş gəlmişsiniz. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Necəsiz? Allah razı olsun. Və aleykum selam və rəhmətullahi və bərəkatuh. Xoş gününüz olsun. Elhamdülillah yaxşıyam. Siz yaxşı olasınız. Allah sizdən razı olsun. Razı olsun. İzninizlə sualları keçirtməyəm. Buyurun. Birinci sual belədir. Bəzən biz qadınlar bir araya toplaşırıq. Belə məclislərdə hansı ədəb qaydalarına daha çox diqqət yetirməliyik? Xüsusilə hansı davranışlar məclisin faydalı və bərəkətli olmasına səbəb olar? Həmçinin elə olur ki, uzun müddət bir yerdə oluruq. Lakin bu müddətdə zikr etmirik. Bu zamanla yersiz söhbətlərə, dedikoduya və həddi aşan zarafatlara səbəb olur. Bu kimi hallardan qorunmaq və məclislərimizi daha faydalı keçirmək üçün bizə nəyi tövsiyə edərdiniz? Sonda başqa bir məsələni də soruşmaq istəyirik. Ümumiyyətlə, iffətli və ismətli qadın dedikdə nə nəzərdə tutulur? Öncədən təşəkkür edirik. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala nebiyyina Muhammedin və ala alihi və ashabihi əcma'in. Əmmə ba'd. Mən də öz növbəmdə dinləyiciləri də salamlayıram. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Sonra sizə təşəkkür edirəm. Mirzə qardaş, Allah razı olsun. Cümləmizdən. Sual olduqca mühüm suallardandır. Siz də eşitdiniz. Allah sizdən razı olsun. Deməli, sualın cavabına keçməmişdən öncə həddindən artıq qısa bir müqəddimə etmək istəyirəm. Elə bu mövzu ilə bağlı. Ümumiyyətlə, bilmək lazımdır ki, istərsə kişi olsun, istərsə qadın olsun, bizim yaradılış qayəmiz var. Heç vaxt gərək biz bu qayəni unutmayaq. Yəni, yaradılış hədəfimiz var. Uca Rabbimiz öz Kərim olan kitabında buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən insanları və cinləri yalnız mənə ibadət etmək üçün xəlq etmişəm. Biz görürük ki, bu ayədən bizim yaradılış məqsədimiz Allaha ibadət etməkdir. Ona görə istərsə qadınlar olsun, istərsə kişilər, heç vaxt gərək bunu unutmayaq. Suala gəldikdə, bir yerə toplaşanda qadınlar, bir məclisdə olanda, çalışmaq lazımdır ki, orada, belə deyək, Allah zikr olunsun, Subhanahu Teala. Yəni, elə olmasın ki, bir məclisdə 1 saat, 2 saat, 3 saat oturaq, orada Allah haqqında mövzular olmasın. Bu məclislər yaxşı məclislər deyil. Biraz öncə dediyim kimi, istərsə kişilər olsun, istərsə qadınlar. Yəni, Allah Subhanahu Teala'ni zikr etmək lazımdır o məclislərdə. Və həmçinin sualda keçdiyi kimi, bu cür olmayanda, Allah qorusun, yəni Allah zikr olunmayanda, şübhəsiz ki, başqa mövzular olacaq. Mən demirəm, məclisi başdan ayağa elm məclisinə çevirək və yaxud ancaq orada zikr məclisinə çevirək. Ola bilsin ki, belə deyək də, hansısa bir yığıncaqdır, hansısa bir münasibətə görə yığılıb müsəlman qadınlar öz aralarında söhbət eləyə bilərlər, yəni danışa bilərlər, zarafat edə bilərlər. Sadəcə olaraq hər bir şeyin özünün yeri var. Yəni hər şeyin nədir? Öz qaydası var. Hər şeyin, belə deyək də, təbir doğrusa bizə bir misal var. Hər şeyin yaraşanı var. Ona görə yenə bu şeylərə fikir verək. Hətta məclisimiz nədir? Bərəkətli olsun. Sonra görsək ki, misal üçün məclislərdə hansısa qadınlardan biri, orada heç kim, yəni belə deyək, zikirdən əsər alamət yoxdur. Heç kim danışmaq istəmir. Heç nə olmaz. Kimsə xatırlayarsa, həmin o adam başlasın. Həmin o adam başlasın ki, bəlkə biraz Allah'ı zikr edək. Və yaxud hansısa bir yollarla, bir ayəni, bir hədisi danışsın. İnsanlar da görsünlər ki, oradakılar bu məclisdə nədir? Allah'ı zikr olmalıdır. Yəni, necür ola bilər ki, bir məclis 1 saat, 2 saat davam etsin. Orada Allah Subhanahu Teala zikr olunmasın. Peyğəmbərə sallallahu aleyhi ve sellemə salam və salavat deyilməsin. Ona görə barakallahu fikum bu məsələlərə qadınlar ciddi şəkildə fikir verməlidir. Ola bilsin ki, biraz öncə dediyim kimi, qadınlardan kimsə bunu etmək istəyər, şeytan ona vəsvəsə eləyər ki, o birisi qadınlar deyəcəklər ki, sən imanlısanmı, sən özünü təqvalı göstərmək istəyir. Bunlar hamısı şeytandandır. Mənə Allah nə deyəcək, Subhanahu Teala? Mən Allahın yanında dəyərli olum, qiymətli olum. İnsanlar yanında mənə önəmli olmalı deyil. Yəni, bu qapıları bağlamaq lazım. Biz niyyətimizi düzəltməliyik ki, Allahım, sən xatırlanasan deyənə, ona görə mən öncədən danışmadan öncə hər hansı bir qadın, mən bunu bu cür etmək istəyirəm ki, ya Rabbi,
sən xatırlanasan. Axı bu Allahın haqqıdır, Subhanahu wa ta'ala. O zaman Rabbimiz buyurur ki: "Ya eyyuhellezine amenu zkurullaha zikran kesiran." Ey iman gətirənlər, Allahı çoxlu sayda zikr edin. Allahı çoxlu sayda nədir? Zikr edin. Biraz öncə dediyim kimi barakallahu fikum nədir? Yaraşmaz ki bir məclisdə istərsə qadınlar olsun, istərsə kişilər olsun nədir? Orada Allah zikr olunmaz. Bu hal yaxşı hal deyil, Allah korusun. Bu cür olduqca nədir? Bunun fəsadları olacaq sonra, Allah korusun. Şübhəsiz ki orada qeybətlər olacaq, orada dedikodular olacaq, orada belə deyək də yersiz necə ki sualda keçir, zarafatlar olacaq. Və ya dediyim kimi hər şeyin özünün yaraşanı var. Hər şeyin özünün məqamı var. Ola bilər ki orada söhbət olunsun, zikir olunsun, zarafat olunsun, amma ki nədir? Müəyyən bir çərçivədə. Qaldı ki sualın ikinci hissəsinə necə idi? Üzr istəyirəm. Soruşmaq istəyirik ki, ümumiyyətlə iffətli və ismətli qadın dedikdə nə nəzərdə tutulur? Bəli. Subhanallah. Biz İslam tarixinə baxanda və yaxud İslamdan öncəki tarixlərə də baxanda, ümumiyyətlə müsəlmanların tarixinə görürük ki, elhamdülillah kişilərdən olduğu kimi, hansı ki o kişilər Allahın sevib razı qaldığı kişilərdir. Necə ki onların haqqında xəbər verib kitabında peyğəmbərlər və onlardan sonra gələn sahabələr və elm əhli Allah Subhanahu wa ta'ala nədir? Kitabında xəbər verib. Eləcə də qadınlar haqqında da xəbər verib. Qadınlar haqqında da nədir? O ismətli və iffətli qadınlar haqqında Allah Subhanahu wa ta'ala bizə xəbər verib və Peyğəmbərimiz də sallallahu aleyhi ve sellem bizə öz hədislərində bildirib ki, həqiqətən ismətli qadınlar, iffətli qadınlar kimlərdir və yaxud nə cür olmalıdır ki, insanlar hətta ismətli və iffətli olsunlar. O qadınlardan Məryəm aleyhisselam, Məryəm anamızı misal çəkmək olar. Sizin də bildiyiniz kimi Məryəm aleyhisselam İsa'nın anası, Allahın salamı olsun hər ikisinə. İsa Allah Subhanahu wa ta'ala'nın izni ilə, Allahın istəyi ilə, yəni Məryəm aleyhisselam atasız səbəb olaraq, atasız üzr istəyirəm, dünyaya gəlib. Subhanallah, ayətlərə baxanda Məryəm aleyhisselamın belə deyək də əhvalatı olduqca düşündürücü və nədir? Təsirli bir hadisədir. Necə ki Allah Subhanahu wa ta'ala buyurur ki, belə ki doğum sancıları onu məcbur etdi ki, ağacın gövdəsinə tərəf yaxınlaşsın, xurma ağacının, hansı ki dünyaya uşağı gətirəcəkdi İsa aleyhisselamı. Subhanallah, orada bir cümlə keçir. Məryəm aleyhisselam bilir ki, bu uşağın atası olmadığı üçün bu uşaq dünyaya gələndən sonra ona nəylər deyiləcək? Hansı ləqəblər qoşulacaq? Subhanallah, ağır bir məsələdir, deyil mi? Allah üçün çox asandır, Subhanahu wa ta'ala. Bu Allahın əmri istəyidir. Elə bundan sonra bu cür də oldu. Lakin bir insan olaraq, bir qadın olaraq, bir iffətli, ismətli qadın olaraq Məryəm aleyhisselam deyir ki, kaş ki bundan öncə, kaş ki öləydim və unudulmuş insanlardan biri olaydım. Subhanallah. Heç belə deyək də adından əsər əlamət olmayaydı. Elm əhli, təfsirçilər bu ayətin təfsirində deyirlər ki, Məryəm aleyhisselamın həyasının şiddətindən idi bu. Məryəm aleyhisselam nə cür nə? Həyalı bir insan idi. Allahdan həya edən və insanlardan həya edən. Baxmayaraq ki, bu məsələ nə yaxından nə uzaqdan qanalası məsələ deyil. Nə yaxından nə uzaq, bu Allahın istəyidir. Necə ki ayətlərə baxanda, bundan öncəki ayətlərə Məryəm anamız deyir ki, necə olacaq bu ey Rabbim? Yəni mənə heç bir bəşərin əl dəymədikdə, toxunmadığı bir halda mənim necə evladım ola bilər? Allah Teala deyir ki, bu belədir, doğrudur. Lakin Allah istədiyini edir, Subhanahu teala. İzâ qada əmran fe innemâ yaqulu lehu kun feyekun. Allah hər hansı bir işin olmasına yalnız və yalnız ol deyir, o iş də nədir? Dərhal olur. Subhanahu teala. Buna baxmayaraq ki, Allah tərəfindən göndərilmiş, seçilmiş bir peyğəmbər idi. Allahın istəyi bu cür idi ki, atası olmasın. Subhanahu teala. Buna baxmayaraq nədir? Məryəm aleyhisselam həyasından, abrından nədir? Deyir ki, ya Rabbi, kaş ki deyir nədir? Mən öləydim deyir. Kaş ki mənim adım, yəni insanların arasında bilinməzdi. Bu nəyə işarədir Mirzə qardaş? Bu ona işarədir ki, ona cür həyalı bir insan idi. Baxın, iffətli qadınlar. Sonra həmçinin Peyğəmbərimizin sallallahu aleyhi ve sellemin qızı Fatimə anamız, Fatimə radiyallahu anhə, bilirsiniz, Peyğəmbərimizin sallallahu aleyhi ve sellemdən sonra Fatimə anamız qadınlarla belə deyək də şura edir, məşvərət edir və o qadınların arasında Həbəşistana gedib gələnlər hicrət vaxtında və s. gedib gələn qadınlar var idi. Soruşur ki, belə bir şey etmək istəyirəm. Subhanallah, fikir verin. Yəni görürəm ki, insanlar
qadınlar dünyasında yaşanda onları belə deyək, tabut deyirlər. Tabut yox idi onda. Yəni hansısa bir taxtanın üzərində, hansısa bir nəyisə dəmirin üzərində qoyurdular, cənazəni aparırdılar. Bunu Fatimə anamız görür. Deyir ki, bu biraz yaxşı deyil. Burada deyir, uzaqdan baxanda qadının cismi hiss olunur deyir. Dünyasını dəyişəndən sonra, subhanallah. Bilinir ki, qadındır. Cənazə qadındır. Olarmı ki, deyir, belə bir şey eləyəcək, deyir, nədir? Belə tabut kimi düzəldək. Qadını onun içində qoyulsun, bilinməsin. Qadındır və ya kişidir, bilinməsin nədir? Hətta o cənazəyə qıraqdan baxanlar hiss eləməsinlər ki, bu qadındır. Və orada sahabə qadınlardan radiyallahu anhə bir deyir ki, mən deyir, bəli, Həbəşistanda görmüşdüm, bu zünə idi. Subhanallah, görmüşdüm ki, bu zünə edirdilər. Və bunu bu zünə nədir? İttifaq ilə bu zünə olur. Subhanallah, fikir verin. Fatimə anamız radiyallahu anhə nəyi fikirləşirdi Mirzə qardaş? Dünyasını dəyişəndən sonra kişilər məni görməsin. Fikrimi çatdıra bilirəm. İsmətə, iffətə fikir verirsiniz. Subhanallah. Bu ən yüksək məqamdır. Yəni insan dünyada olanda fikirləşmir ki, hicabım açılacaq, sinəm açılacaq, özür istəyirəm, başım açılacaq. Bunları fikirləşmir. Fikirləşir dünyamı dəyişəndən sonra. Həmçinin sizin də bildiyiniz kimi Quran-ı Kərimdə Qasas surəsində səhv eləmirəmsə, Allah Subhanahu taala iki qadın haqqında xəbər verir. Hansı ki, rivayətlərdə gəlir. Düz o kişinin haqqında bir neçə deyimlər var. Allah daha doğrusunu bilir. Yəni məşhur olan odur ki, Şuayb aleyhisselamın qızları. Şuaybin qızları. Necə ki, onlar heyvanlarını otarmağa gedirdilər, suvarmağa gedirdilər. Orada heyvanların, belə deyək də, otardıqdan sonra, özür istəyirəm, suvarma vaxtında cəmaat gəlirdi, kişilər, onlar da heyvanlarını nədir, suvarırdılar. Bunların da vaxtı gəlib çatırdı növbə ilə. Bunlar da heyvanlarını suvarırdı. Həmin bu məqamda Musa aleyhisselam, Allahın salamı olsun, onlara kömək edir. O qadınlara kömək edir, o qızlara. Onların da, belə deyək də, kişi ilə qadın eyni deyil. Yəni, qadın kişi kimi ola bilməz heç vaxt. Onlara kömək əsnasında qızlar deyirlər ki, subhanallah, bura fikir verin, Mirzə qardaş, Allah sizdən razı olsun. Qızlar deyirlər ki, atamız yaşlı birisidir. Atamız qoca kişidir. Yəni, bu səbəbdən dolayı biz gəlirik. Faydalara fikir verin. Deməli, atamız yaşlı olmasaydı, qoca kişi olmasaydı, atamız gələcək əslində. Əsl olan elə budur. Ki, əgər evdə ata varsa, qardaş varsa, çöl bayır işlərinə onlar baxsınlar. Elə deyil mi? Çöl bayır işlərinə, yəni imkan daxilində onlar baxsınlar, nəinki qadınlar. Bu birinci fayda. Onlar deyir ki, atamız yaşlıdır, ona görə biz gəlirik. Sonra subhanallah, onlar evlərinə gedərkən atalarına xəbər verir ki, bizə bir nəfər köməkli et. Heyvanlarımızı suvarmağa. Atası onlara deyir ki, onların həmin o sizə kömək edənin əzirini vermək üçün ona deyin ki, mənim yanıma gəlsin. Necə ki, ayətlərdə keçir. Başqa bir gün onlar yenə rastlaşırlar. Qızlar deyir ki, atamız səni çağırır. Baxın, biz səni çağırmırıq. İffətə fikir versiniz, atamız səni çağırır ki, bizə etdiyin yaxşılığın əvəzini sənə qaytarsın. Beləliklə nədir? Onlar Musa aleyhisselam atalarının yanına gedir. İndi subhanallah, bizə lazım olan hissəsi təsirli bir məqamlardır. Musa aleyhisselamla, Allahın salamı olsun bütün peyğəmbərlərə, bizim Muhammedə sallallahu aleyhi ve sellemə, Musa aleyhisselamla o qızlar atalarının yanına nə cür gedirlər? Heç bu vaxtda fikirləşmişsiniz, oxumusunuz mu Mirzə qardaş? Subhanallah, baxın, təfsirçilər deyir ki, Musa aleyhisselam öndə gedirdi, qadınlar arxada gəlirdi. Hətta bəzi rivayətlərdə gəlir ki, bəzi təfsirçilər zikr edirlər ki, qızlardan biri və yaxud ikisindən biri daş götürürdü yerdən, daş atırdı. Deyək ki, daşı nə qədər gücü atırdı? 20 metr. 30 metr daş var gücünü atırdı. Musaya deyirdilər ki, daşın düşdüyü yer, mən daş atacağım, 20 metrdə elə bir ki, daş düşəcək yer, düzdür? Daşın düşdüyü yerə dayan. Biz sənin arxanıza gəlirik. Subhanallah, biz sənin arxanıza gəlirik. Orada dayanırdı, yenidən oraya çatanda təzədən daş atırdılar. Orada bəzi çox başqa faydalar da var ki, onlarla danışmırdılar, söhbət eləmirdilər yolda, ancaq nədir? İşarələrlə. Hətta bunlar evlərinə gəlib çatana kimi. Başqa bir məsələ var, subhanallah. Allah bütün müsəlmanlara bağışlasın. Ümumiyyətlə, buradakı faydalara fikir verin, Musa aleyhisselam qadınların arxasınca getmirdi. Qadınlar da razı olmur ki, onlar onun arxasınca gəlsin. Qadınlar da razı olmur ki, nədir? Onlar onun arxasınca gəlsin. Ümumiyyətlə, bu məsələlərə, məhrəm-naməhrəm məsələlərə fikir vermək lazım. Son dərəcə kimi. Fikir versiniz, qadınlar nə cür özlərinin iffətlərini və ismətlərini
qoruyurlar. Beləliklə uzun hadisədə Qurani-Kərimdə kim istəsə bura dönər inşallah. Qasas surəsində səhv eləmirəmsə bu başdan ayağa bu yəni dediyim danışdıqlarım hamısı orada zikr olunub. Allah Subhanahu taala bizə xəbər verir bu haqda. Və onlar gedirlər, görüşürlər. Sonra elə olur ki, Allahın təqdiri ilə onların biri ilə atası Musa əleyhissalamı evləndirir. Və uzun hadisələrdir Qurani-Kərimdə necə ki Allah Subhanahu taala bizə xəbər vermişdi. Yəni ümumiyyətlə çalışmaq lazımdır ki, qadın deyilən birisi nədir? Son dərəcə kimi həyalı, ədəbli, əxlaqlı olsun. Son dərəcə kimi. Kişi də, qadın da, bayaq biraz öncə dediyim kimi, yəni bu məsələlərə fikir verməlidir. Qadın xüsusilə. Qadın nədir? Özünün ismətini, iffətini qorumalıdır. Abırını, həyasını qorumalıdır ki, nədir? Həya qadının nə idi? Zinətidir. Həyalı qadınlar nədir? Allah Subhanahu taala belə deyir ki, Allahın elə bir ki, onlara bəxş etdiyi bir nemət. Yaxşı, birdən belə deyək də, nə cür edək ki, bu qadınlardan kimsə soruşa bilər ki, nə cür edək bu mərhələyə gələk çataq, nə cür edək ki, nail olaq? Allaha dua etmək. Bütün məsələlərdə. Allaha dua etmək ki, Allah məni həyalı qullarından et, ya Rabbi. Nəbi sallallahu əleyhi və səlləm buyurur ki, həya ancaq xeyir gətirir. Həya ancaq xeyir gətirir, vallahi. Kim həyalıdırsa, onda ancaq xeyir var. Yəni, kimdə həya varsa, onda xeyir var. Ümid edirəm ki, fikrimi çatdıra bildim. Allah daha doğrusunu bilir.